Xoş gördük dəyərli dostlar, hər vaxtınız xeyirli olsun. Dayı gəlib bu günləri Xırdalanda əla bir sel çəkir verir. Deməli, həyətinə maşın girən, çardaqlı, belə bir oturub durmaq üçün, gəl qardaş, buranı da çək. O, çardaq, əla oturub durmaq üçün, burada bir maşınlıq həyətidir. Yerləşməli Xırdalan şəhəri 2 və 9 saylı məktəbin tam yaxınlığında, rahat, əla bir yerdir, mərkəzə yaxın olan bir yerdədir. Deməli, mətbəx studiya 3 otaqdır. Gəlin buradan evlə sizi tanış edək. Deməli, evin nəyi var? Ev əşyalı satılır. Tam şəkildə. Kombi aparatına kimi, radiatorlarına kimi hamısı var. Ev yaşayışlı evdir. Əşyalı heç bir şey evdən götürülür. Alıb bunu kirayə vermək üçün daha münasibdir. Bura, bax bu hissə mətbəx hissəsidir. Buradan. Mətbəx hissəsidir. Burada dedim ki, mətbəx studiya kimdir. Əvvəl 3 otaq olub. Buranı bölüblər, çıxardıblar, indi buranı studiya kimi ediblər. Bura bir otaqdır, bax, iri bir otaqdır. Pencərələrin qarşısı açıqdır. Dəmir barbalıqlarla, görürsünüz, bağlanır. Burada da bir otağımız var, bax, burada bir otağımızdır. Alıb bunu kirayə vermək üçün ən gözəl variantdır. Bir də astamlatdır, bütçəsi az olan ailələr üçün də münasibdir. Bu da sanitar qoşaqdır, bütün aksesuarları, hamısı qoyulur. Qiymət 50.000 manata, əla qiymətdir. Cüzi indirim olunacaq, 50.000 manata tam əşyalı, kombi radiatorları aparatına kimi qoyulur, mətbəx mebeli, hər bir şey, nə varsa burada qalacaq. 50.000 manatdan behivizi götürün, gətirin, razılaşaq, cüzi indirim elətdirər inşallah ev sahibi tərəfindən.